1982-ci ilin yanvar ayında Moskvanın mərkəzində yerləşən Kreml xəstəxanasının arxivində bir sənəd yoxa çıxdı. Bu adi tibbi kartoteka deyildi. Bu, Zərifə Əliyevanın şəxsi sağlamlıq dosyası idi və bu dosyanın 3 səhifəsi heç vaxt rəsmi qeydlərə daxil olmamışdı. Həmin səhifələrdə nə yazılmışdı? Kim onları götürdü və nə üçün məhz Heydər Əliyevin Moskvaya köçməsindən 6 ay sonra bu sənədlər yoxa çıxdı? Keçmiş Kreml xəstəxanasının əməkdaşları bu barədə danışmağa qorxurdular. Çünki bilirdilər ki, bu məlumat onların həyatına başa gələ bilər. Lakin bu axşam, 35 il sonra biz o arxivlərdə nə baş verdiyini və Zərifə xanımın ətrafında necə gizli müşahidə şəbəkəsi qurulduğunu açıqlayacağıq. Siz düşünürsünüz ki, Sovet İttifaqında yüksək vəzifəli şəxslərin ailələri təhlükəsizlik içində yaşayırdılar. Bu gecə öyrənəcəksiniz ki, bəzən ən böyük təhlükə məhz o sistemin özündən gəlirdi. 1981-ci ilin noyabr ayında Yuri Andropov KGB-nin sədri vəzifəsində oturarkən, onun masasında xüsusi qovluq peyda oldu. Bu qovluğun üzərində UM nömrə 0544 kodu yazılmışdı. Bu kod o qədər məxfi idi ki, bütün ölkədə yalnız 4 nəfər onun məzmununu bilirdi. Qovluğun içərisində Azərbaycan KPMK-nın birinci katibi Heydər Əliyevin ailəsi haqqında məlumatlar toplanmışdı. Lakin ən qalın bölmə Zərifə xanıma əsr olunmuşdu. Nə üçün məhz ona? Nə üçün Andropov bütün imperiyada baş verən hadisələr arasında bir qadının hər addımını izləməyə əmr etdi? Cavab sadə və eyni zamanda dəhşətli idi. Moskva başa düşmüşdü ki, Heydər Əliyevi sındırmaq üçün onu birbaşa hücum etmək kifayət deyil, onu ən həssas nöqtəsindən vurmaq lazımdır. Və o nöqtə Zərifə xanım idi. Keçmiş KGB zabitləri bugün etiraf edirlər ki, o dövrdə Kremldə bir qayda var idi. Əgər sən yüksək vəzifəli şəxsi idarə edə bilmirsənsə, onun ailəsinə hədəf seç. Zərifə Əliyeva haqqında toplanan məlumatlar yalnız tibbi xarakter daşımırdı. Orada onun hər gün kiminlə görüşdüyü, hansı xəstəxanalara getdiyi, hansı dərmanları aldığı, hətta hansı həkimlərə etibar etdiyi qeyd olunurdu. Bu sadə nəzarət deyildi. Bu, psixoloji təzyiq üçün hazırlıq idi. Zərifə xanım Moskvaya köçəndə 54 yaşındaydı. O, həyatının böyük hissəsini Bakıda keçirmişdi. Orada hər kəs onu tanıyırdı və hörmət edirdi. Lakin Moskvada vəziyyət fərqli idi. Burada o sadəcə Əliyevin arvadı idi və bu status ona heç bir müdafiə vermədi. Əksinə, onu daha çox hədəfə çevirdi. Keçmiş Kreml xəstəxanasının baş həkimi, adını açıqlamaq istəməyən bir mənbə bizə danışdı ki, Zərifə xanım xəstəxanaya hər dəfə gələndə onun tibbi kartotekası xüsusi otağa aparılır və orada əlavə qeydlər edilirdi. Bu qeydlər rəsmi tibbi sənədlərə daxil olmurdu. Onlar ayrıca gizli hesabat kimi saxlanılırdı. Kim üçün? Kimə göndərilirdi? Həkim deyir ki, o vaxt heç soruşmağa cəsarət etməzdilər. Çünki bilirdilər ki, bu suallar onların karyerasına və hətta həyatlarına son qoya bilər. Amma indi, illər sonra, o etiraf edir ki, həmin qeydlərdə Zərifə xanımın sağlamlıq vəziyyəti olduğundan daha pis göstərilirdi. Nə üçün? Çünki əgər sən bir qadını xəstə kimi təqdim etsən, onun ərinin qərarlarını şübhə altına ala bilərsən. Əgər sən deyəsən ki, onun arvadı xəstədir, o düzgün düşünə bilmir, onda sən həmin adamın özünü də zəiflədə bilərsən. Bu, Kremlin ən köhnə oyunlarından biri idi. Amma Zərifə xanım sadə qadın deyildi. O hiss edirdi ki, nəsə düz getmir. Keçmiş mühafizə zabitlərindən biri bizə danışdı ki, Zərifə xanım bir dəfə Heydər Əliyevə demişdi, mənə elə gəlir ki, bu xəstəxanada məni müalicə etmirlər, məni öyrənirlər. Heydər Əliyev o zaman bunu ciddi qəbul etməmişdi. Düşünmüşdü ki, bu sadəcə narahatlıqdır. Lakin illər sonra, 1984 ildə o həqiqəti öyrənəndə dərin təəssüf hissi keçirdi. O vaxt artıq gec idi. Sistem öz işini görmüşdü. Zərifə xanımın sağlamlığı həqiqətən pisləşmişdi və bu təsadüf deyildi. Moskva xəstəxanalarında işləyən həkimlərdən biri adını açıqlamaq şərti ilə bizə dedi ki, o illərdə bəzi xəstələrə verilən dərmanlar onların vəziyyətini yaxşılaşdırmaq əvəzinə onu sabit saxlamaq və ya hətta ləngitmək üçün nəzərdə tutulmuşdu. Bu tip deyildi. Bu, siyasi alət idi və Zərifə xanım bu oyunun qurbanı oldu. İndi düşünün siz, yüksək vəzifəli şəxssiniz, imperiyada güclü mövqeyiniz var. Lakin sizin ən yaxın insanınız, sizin həyat yoldaşınız hər gün xəstəxanaya gedir
və oradan daha da yorğun qayıdır. Siz bilmirsiniz ki, bu sadəcə xəstəlik deyil, bu, sizə qarşı aparılan gizli müharibədir. Siz bilmirsiniz ki, sizin arvadınızın tibbi kartotekasında yazılanlar həqiqəti əks etdirmir. Onlar sizə qarşı istifadə olunacaq silaha çevrilir. Necə hiss edərdiniz? Heydər Əliyev bu hissi yaşadı, lakin o bunu yalnız illər sonra başa düşdü. Və bu onun ən böyük peşmançılıqlarından biri oldu. Çünki o Zərifə xanımı qoruya bilmədi. Çünki o sistemin nə qədər amansız ola biləcəyini qiymətləndirə bilmədi. Çünki o düşünmüşdü ki, Moskvada onlar təhlükəsiz olacaqlar. Amma təhlükəsizlik yox idi. Təhlükə hər yerdə idi. Hətta xəstəxana koridorlarında belə. 1982-ci ilin fevral ayında Zərifə xanım növbəti müayinəyə getdi. Bu dəfə ona yeni həkim təyin olunmuşdu. Orta yaşlı, sakit, gözlərində heç bir emosiya olmayan bir kişi. O özünü Viktor Petroviç kimi təqdim etdi və dedi ki, bundan sonra o Zərifə xanımın şəxsi həkimi olacaq. Zərifə xanım heç nə şübhəli görmədi. Çünki Kreml xəstəxanasında həkimlərin dəyişməsi adi haldır. Lakin Viktor Petroviç adi həkim deyildi. Keçmiş KQB əməkdaşlarından biri bizə açıqladı ki, Viktor Petroviç həqiqətən tibb təhsili almışdı. Lakin o eyni zamanda KQB-nin xüsusi şöbəsində işləyirdi. O şöbədəki yüksək vəzifəli şəxslərin ailələrini nəzarətdə saxlamaq vəzifəsi vardı. Onun işi sadə idi, müalicə etmək deyil, məlumat toplamaq. Hər müayinədən sonra o, xüsusi hesabat yazırdı. Bu hesabatda Zərifə xanımın fiziki vəziyyəti, əhval-ruhiyyəsi, dedikləri, hətta kiçik detallar, əl titrəməsi, göz təması, danışıq tempi hamısı qeyd olunurdu. Bu hesabatlar birbaşa Andropovun masasına gedirdi. Nə üçün Andropov bir qadının əl titrəməsi ilə maraqlanırdı? Çünki o bilirdi ki, əgər sən bir adamın zəif nöqtəsini tapsan, sən onu idarə edə bilərsən. Və Heydər Əliyevin zəif nöqtəsi Zərifə xanım idi. Viktor Petroviç Zərifə xanıma dərmanlar yazdı. Bu dərmanlar Sovet İttifaqında geniş istifadə olunurdu. Lakin onların tərkibində kiçik bir fərq vardı. Dozalar standartdan bir qədər yüksək idi. Nə üçün? Keçmiş əczaçı, o illərdə Kreml xəstəxanasının əczaxanasında işləyən bir qadın bizə dedi ki, bəzi reseptlərdə dozalar əl ilə düzəldilirdi. O bunu gördükdə şübhələndi, lakin heç nə demədi, çünki bilirdi ki, bu onun işi deyil. Amma indi o, peşman olduğunu deyir. O deyir ki, əgər o vaxt danışsaydı, bəlkə də Zərifə xanımın taleyi fərqli olardı. Amma o danışmadı. Heç kim danışmadı. Çünki Sovet sistemində sükut qızıl deyildi. Sükut həyat idi. Danışmaqsa ölüm demək idi. Zərifə xanım dərmanları qəbul etməyə başladı. İlk həftələrdə heç nə dəyişmədi. Lakin sonra o, özünü daha yorğun hiss etməyə başladı. Yuxusu pozuldu, iştahası azaldı, əhval-ruhiyyəsi pisləşdi. Heydər Əliyev narahat oldu və Viktor Petroviçə zəng etdi. Viktor Petroviç sakitcə izah etdi ki, bu müalicənin normal prosesidir. Orqanizm dərmanlara alışır, tezliklə hər şey yaxşı olacaq. Heydər Əliyev inandı. Çünki o həkimə etibar edirdi. Çünki o düşünürdü ki, Kreml xəstəxanası ən yaxşı xəstəxanadır. Çünki o bilmirdi ki, həkim yalan deyir. Viktor Petroviç bilirdi ki, Zərifə xanımın vəziyyəti pisləşir. Lakin o bunu öz hesabatlarında müsbət dinamika kimi qeyd edirdi. Nə üçün? Çünki onun vəzifəsi müalicə etmək deyildi. Onun vəzifəsi nəzarət etmək idi və o, öz işini mükəmməl yerinə yetirirdi. Amma Zərifə xanım sadə qadın deyildi. O hiss edirdi ki, nəsə səhvdir. Bir gün o Heydər Əliyevə dedi, mən bu həkimə etibar etmirəm, onun gözlərində soyuqluq var. Heydər Əliyev təəccübləndi və soruşdu, nə üçün belə düşünürsən? Zərifə xanım cavab verdi, bilmirəm, sadəcə hiss edirəm. O məni müalicə etmir, o məni izləyir. Heydər Əliyev bu sözləri ciddi qəbul etmədi. O düşündü ki, bu xəstəliyin təsiridir, paranoyadır. Lakin Zərifə xanım haqlı idi. O hiss edirdi ki, Viktor Petroviç adi həkim deyil. O hiss edirdi ki, onun hər sözü, hər hərəkəti qeyd olunur. O hiss edirdi ki, o təhlükə altındadır. Amma o bunu sübut edə bilmirdi və heç kim ona inanmırdı. İndi sual, əgər siz özünüzü təhlükə altında hiss edirsinizsə, lakin heç kim sizə inanmırsa, siz nə edərdiniz? Zərifə xanım nə etdi? O sükut etdi.
O dərmanlar qəbul etməyə davam etdi. O, Viktor Petroviçin müayinələrinə getməyə davam etdi. Çünki o, başqa seçim görmürdü. Çünki o, Heydər Əliyevi narahat etmək istəmirdi. Çünki o bilirdi ki, onun əri artıq kifayət qədər problemlərlə üzləşir və o ona əlavə yük olmaq istəmirdi. Amma bu sükut ona baha başa gəldi. Çünki hər keçən gün onun vəziyyəti pisləşirdi. Və heç kim bilmirdi ki, bu təbii xəstəlik deyil, bu planlaşdırılmış təzyiqdir. 1982-ci ilin may ayında Zərifə xanımın vəziyyəti o qədər pisləşdi ki, Heydər Əliyev qərar verdi ki, onu başqa xəstəxanaya aparsın. Viktor Petroviç buna etiraz etdi və dedi ki, bu təhlükəli ola bilər, müalicə prosesini kəsmək olmaz. Lakin Heydər Əliyev inadkar idi. O, Zərifə xanımı Leningrad şəhərindəki xüsusi klinikaya apardı. Orada ona yeni müayinələr keçirildi və nəticələr şok idi. Zərifə xanımın qanında yüksək dozada sedativ maddələr aşkar edildi. Leningrad həkimləri başa düşmədilər ki, nə üçün bu qədər yüksək doza təyin olunub. Onlar Heydər Əliyevə dedilər ki, bu dozalar normal müalicə üçün çox yüksəkdir. Bu orqanizmə zərər verə bilər. Heydər Əliyev donub qaldı. O soruşdu. Yəni bu dərmanlar ona kömək etmir, əksinə zərər verir? Həkimlər ehtiyatla cavab verdilər. Biz dəqiq deyə bilmərik, lakin bu dozalar şübhəli görünür. Heydər Əliyev o anda başa düşdü ki, Zərifə xanım haqlı imiş. O həqiqətən izlənilirdi. O həqiqətən hədəf idi və o, Viktor Petroviçə etibar etməklə böyük səhv etmişdi. Heydər Əliyev Moskvaya qaydanda Viktor Petroviçi çağırtdırdı və ondan izahat istədi. Viktor Petroviç sakitcə cavab verdi ki, bu səhv anlaşılmadır. Dozalar standartdır. Bəlkə də Leningrad həkimləri səhv ediblər. Heydər Əliyev ona baxdı və başa düşdü ki, bu adam yalan deyir. Lakin o heç nə edə bilmədi. Çünki Viktor Petroviç sadəcə həkim deyildi. O sistemin adamı idi. Və sistemə qarşı çıxmaq o vaxt intihar demək idi. Heydər Əliyev sadəcə Viktor Petroviçdən imtina etdi və Zərifə xanıma başqa həkim tapdı. Lakin zərər artıq dəymişdi. Zərifə xanımın sağlamlığı ciddi şəkildə pozulmuşdu və o, heç vaxt tam sağalma bilmədi. İndi düşünün siz, güclü adamsan, imperiyada yüksək mövqeyiniz var, lakin siz öz arvadınızı qoruya bilmirsiniz. Siz bilirsiniz ki, ona zərər veriblər, lakin siz bunu sübut edə bilmirsiniz. Siz bilirsiniz ki, kim arxasında durur, lakin siz ona toxuna bilmirsiniz. Necə hiss edərdiniz? Heydər Əliyev bu hissi yaşadı və bu onu dəyişdi. O başa düşdü ki, Moskvada heç kim təhlükəsiz deyil. O başa düşdü ki, sistem hər kəsə toxuna bilər, hətta ən yüksək vəzifəli şəxslərin ailələrinə belə. O başa düşdü ki, Kremlin gücü yalnız siyasi deyil, o şəxsi həyata da nüfuz edir və bu anlayış onu daha ehtiyatlı, daha şübhəli, daha təcrid olmuş etdi. Keçmiş KGB zabitlərindən biri bizə danışdı ki, Viktor Petroviç hadisəsindən sonra Heydər Əliyev heç vaxt tam etibar etmədi. O, hər kəsi şübhə ilə qarşılayırdı, hətta yaxın əməkdaşlarını belə. Çünki o bilirdi ki, sistem hər yerdədir. O bilirdi ki, divarların qulağı var. O bilirdi ki, hətta həkimlər belə casus ola bilər. Və bu bilgi onu daha güclü etdi, lakin eyni zamanda daha tənha. Çünki güvənsizlik güc verir, lakin o eyni zamanda səni təcrid edir. Və Heydər Əliyev bu təcridi yaşadı. O, Zərifə xanımı qoruya bilmədi, lakin o, bu dərsdən öyrəndi. Və bu dərs ona gələcəkdə kömək etdi. Amma Zərifə xanım üçün bu dərs çox baha başa gəldi. Onun sağlamlığı heç vaxt əvvəlki kimi olmadı. O, ömrünün qalan hissəsini xroniki xəstəliklə yaşadı. Və o bilirdi ki, bu təbii deyil. O bilirdi ki, ona qəsdən zərər verilib. Lakin o, heç vaxt bunu açıq demədi. Çünki o, Heydər Əliyevi daha çox narahat etmək istəmirdi. Çünki o bilirdi ki, onun əri artıq kifayət qədər ağırlıq daşıyır və o, ona əlavə yük olmaq istəmirdi. Bu, Zərifə xanımın qəhrəmanlığı idi, sükutla dözmək, şikayət etməmək, güclü görünmək. Lakin bu qəhrəmanlıq ona həyatına başa gəldi. İndi sual, nə üçün Moskva Zərifə xanımı hədəf seçdi? Cavab sadədir, çünki o, Heydər Əliyevin ən zəif nöqtəsi idi. Çünki Kremlin strategiyası sadə idi. Əgər sən bir adamı sındırmaq istəyirsənsə, onun ən sevdiyi insanı hədəf seç. Əgər sən onun ailəsinə toxunsan, sən onun ruhuna toxunmuş olarsan. Və Moskva bunu mükəmməl bilirdi. Onlar Heydər Əliyevi birbaşa hücum etmədilər, çünki o, çox güclü idi. Onlar Zərifə xanıma hücum etdilər, çünki o, müdafiəsiz idi.
Və bu strategiya işlədi. Heydər Əliyev zəiflədi, o narahat oldu, o diqqətini itirdi və məhz bu Moskvanın istədiyi idi. Keçmiş Kreml məmurlarından biri bizə dedi ki, o illərdə Andropov tez-tez deyirdi: "Əgər sən bir ağacı kəsmək istəyirsənsə, onun kökünə toxun." Zərifə xanım Heydər Əliyevin kökü idi. O, onun dəstəyi, onun sakitliyi, onun gücü idi. Və Moskva bunu bilirdi. Ona görə də onlar Zərifə xanımı hədəf seçdilər. Ona görə də onlar Viktor Petroviç kimi adamları göndərdilər. Ona görə də onlar hər addımı izlədilər. Çünki onlar bilirdilər ki, əgər Zərifə xanım zəifləsə, Heydər Əliyev də zəifləyəcək. Və bu baş verdi. Amma Moskva bir şeyi nəzərə almadı. Heydər Əliyev sadə adam deyildi. O zəiflədi, lakin o sınmadı. O narahat oldu, lakin o təslim olmadı. O Zərifə xanımı qoruya bilmədi, lakin o bu dərsdən öyrəndi. Və bu dərs onu daha güclü etdi. Çünki o başa düşdü ki, Kremlin oyunları necə işləyir. O başa düşdü ki, sistemdə heç kim təhlükəsiz deyil. O başa düşdü ki, güc yalnız vəzifədə deyil, güc biliklə və ehtiyatla gəlir. Və o, bu bilikdən istifadə etdi. O daha ehtiyatlı oldu. O daha şübhəli oldu. O daha müstəqil oldu. Və bu ona gələcəkdə kömək etdi. İndi sual, Viktor Petroviç kim idi? O hələ də yaşayırmı? O nə düşünür keçmişdə etdikləri haqqında? Biz onu tapmağa çalışdıq. Biz onun adını Kreml xəstəxanasının arxivlərində axtardıq. Lakin heç nə tapmadıq. Viktor Petroviç sanki heç vaxt mövcud olmamışdı. Onun adı heç bir rəsmi sənəddə yoxdur. Onun fotoşəkili heç bir arxivdə yoxdur. O kölgə kimi peyda oldu və kölgə kimi yoxa çıxdı. Lakin onun etdiyi zərər real idi. Zərifə xanımın sağlamlığı real idi. Heydər Əliyevin əzabı real idi. Və bu bizə göstərir ki, Sovet sistemində ən təhlükəli adamlar görünməyən adamlardır. Onlar heç bir iz qoymurlar, lakin onlar həyatları dəyişirlər. Onlar heç bir məsuliyyət daşımırlar, lakin onlar ağır nəticələr yaradırlar. Və Viktor Petroviç bu adamlardan biri idi. Keçmiş KGB zabitləri bizə dedilər ki, Viktor Petroviç kimi adamlar xüsusi məktəblərdə hazırlanırdılar. Onlara öyrədirdilər ki, necə tibb biliklərini siyasi məqsədlər üçün istifadə etmək olar. Onlara öyrədirdilər ki, necə insanları zəiflətmək, lakin ölüm təhlükəsi yaratmamaq olar. Onlara öyrədirdilər ki, necə izləmək, məlumat toplamaq və hesabat yazmaq olar. Və onlar bu işi mükəmməl yerinə yetirirdilər. Çünki onlar bilirdilər ki, əgər onlar uğursuz olsalar, onların özləri hədəf olacaqlar. Sovet sistemində uğursuzluq bağışlanmırdı. Ona görə də Viktor Petroviç kimi adamlar heç vaxt səhv etmirdilər. Onlar hər addımı diqqətlə planlayırdılar. Onlar hər sözü diqqətlə seçirdilər. Və onlar öz işlərini mükəmməl yerinə yetirirdilər. Amma bu mükəmməllik onlara nə qazandırdı? Viktor Petroviç indi harda? O nə düşünür keçmişdə etdikləri haqqında? O peşmandırmı? Yoxsa o hələ də düşünür ki, o sadəcə öz işini yerinə yetirirdi? Biz bunu bilmirik. Çünki o yoxa çıxıb. Lakin biz bilirik ki, onun etdiyi zərər hələ də hiss olunur. Zərifə xanımın əzabı hələ də xatırlanır. Heydər Əliyevin dərsləri hələ də aktualdır. Və bu bizə göstərir ki, keçmiş heç vaxt tam keçmiş olmur. O bizimlə qalır. O bizə təsir edir. Və o bizə xatırladır ki, güc yalnız vəzifədə deyil, güc həm də məsuliyyətdədir. İndi düşünün, əgər siz Viktor Petroviç olsaydınız, siz nə edərdiniz? Siz əmrə tabe olardınızmı? Yoxsa siz imtina edərdinizmi? Siz Zərifə xanıma kömək edərdinizmi? Yoxsa siz öz həyatınızı qorumaq üçün sükut edərdinizmi? Bu asan sual deyil. Çünki Sovet sistemində seçim çox vaxt yox idi. Siz ya tabe olurdunuz, ya da məhv olurdunuz. Və Viktor Petroviç tabe olmalı seçdi. O öz həyatını qorudu, lakin o öz vicdanını itirdi. Və bu onun ödədiyi qiymət idi. Amma Zərifə xanım üçün bu qiymət daha ağır idi. O öz sağlamlığını itirdi. O öz sakitliyini itirdi. O öz gələcəyini itirdi. Və o bunu heç bir günahı olmadan itirdi. Sadəcə ona görə ki, o Heydər Əliyevin arvadı idi. Sadəcə ona görə ki, o Moskvanın hədəfi idi. Sadəcə ona görə ki, o sistemin qurbanı idi. Və bu ən böyük ədalətsizlikdir. Çünki Zərifə xanım heç nə etməmişdi. O sadəcə yaşamaq istəyirdi. O sadəcə ailəsini dəstəkləmək istəyirdi. O sadəcə xoşbəxt olmaq istəyirdi. Lakin sistem ona bunu vermədi.
Sistem onu hədəf seçdi və sistem onu məhv etdi. İndi sual, bu hekayə yalnız keçmişdəmi? Yoxsa bu hələ də baş verir? Yoxsa bu gələcəkdə yenə baş verə bilər? Cavab sadədir. Bu hekayə heç vaxt bitməyib. Çünki güc hələ də mövcuddur. Çünki sistem hələ də işləyir. Çünki Viktor Petroviç kimi adamlar hələ də var. Onlar fərqli adlar daşıyırlar. Onlar fərqli yerlərdə işləyirlər. Lakin onlar eyni işi görürlər. Onlar hədəfləri seçirlər. Onlar məlumat toplayırlar. Onlar zərər verirlər. Və onlar heç bir məsuliyyət daşımırlar. Çünki sistem onları qoruyur. Və bu davam edir. Amma biz bu hekayəni danışırıq. Biz Zərifə xanımın əzabını xatırlayırıq. Biz Heydər Əliyevin dərslərini öyrənirik. Biz Viktor Petroviç kimi adamları ifşa edirik. Çünki biz inanırıq ki, həqiqət gücdən daha güclüdür. Biz inanırıq ki, yaddaş sistemdən daha uzun ömürlüdür. Biz inanırıq ki, ədalət gec-tez qalib gələcək. Və biz bu inamla davam edirik. Çünki Zərifə xanım kimi insanlar bunu haqq edirlər. Çünki Heydər Əliyev kimi liderlərin dərsləri qiymətlidir. Çünki gələcək nəsillər bu həqiqəti bilməlidir. Təsəvvür edin ki, siz hər səhər oyananda bilirsiniz ki, kimsə sizin hər addımınızı sayır, hər sözünüzü qeyd edir, hər nəfəsinizi ölçür. İndi təsəvvür edin ki, bu şəxs sizə deyir, mən sizin həkiminizəm, sizə kömək edirəm. Amma siz hiss edirsiniz ki, o yalan deyir. Siz hiss edirsiniz ki, onun əsl məqsədi başqadır. 1982-ci ilin iyul ayında Zərifə xanım məhz bu hissi yaşayırdı. Viktor Petroviçdən imtina etdikdən sonra ona yeni həkim təyin olundu. Qadın həkim, mehriban təbəssümlü, yumşaq səsli. Adı Larisa İvanovna idi. O özünü elə təqdim etdi ki, sanki o Zərifə xanımın ən yaxşı dostu olmaq istəyirdi. Lakin keçmiş tibb bacısı, o vaxt Kreml xəstəxanasında işləyən bir qadın bizə danışdı ki, Larisa İvanovna hər müayinədən sonra xüsusi telefon zəng edirdi. O otağa girir, qapını bağlayır və kiməsə uzun-uzun danışırdı. Tibb bacısı bir dəfə təsadüfən eşitdi ki, Larisa İvanovna deyir, xəstənin emosional vəziyyəti qeyri-sabitdir. Ailə münasibətlərində gərginlik müşahidə olunur. Ərinin davranışında narahatlıq əlamətləri var. Bu tibbi hesabat deyildi. Bu psixoloji profil idi. Larisa İvanovna sadəcə Zərifə xanımı müalicə etmirdi. O bütün ailəni öyrənirdi. Nə üçün? Çünki Moskva yalnız Zərifə xanımın sağlamlığı ilə maraqlanmırdı. Moskva Heydər Əliyevin zəifliyini tapmaq istəyirdi. Və Larisa İvanovna bu tapşırığı yerinə yetirirdi. Hər gün, hər müayinə, hər söhbət, hamısı məlumat idi. Və bu məlumat birbaşa Andropovun masasına gedirdi. İndi düşünün, əgər sizin həkiminiz sizə qarşı casus olsa, siz necə hiss edərdiniz? Zərifə xanım bu hissi hər gün yaşayırdı və o heç kimə bunu deyə bilmirdi. Larisa İvanovna Zərifə xanıma yeni müalicə kursu təklif etdi. O dedi ki, bu xüsusi terapiyadır. Yalnız yüksək vəzifəli şəxslər üçün nəzərdə tutulub. Çox effektivdir. Zərifə xanım şübhələndi. Lakin Heydər Əliyev razılıq verdi. Çünki o düşünürdü ki, qadın həkim daha etibarlıdır, daha mehriban olacaq. Lakin o səhv edirdi. Larisa İvanovna Viktor Petroviçdən daha təhlükəli idi. Çünki o sadəcə məlumat toplamırdı. O həm də psixoloji təzyiq göstərirdi. Keçmiş xəstəxana əməkdaşları bizə danışdılar ki, Larisa İvanovna Zərifə xanımla söhbət edərkən xüsusi üsullardan istifadə edirdi. O kiçik suallar verirdi. Sizcə, əriniz bu günlərdə necədir? O yorğun görünür, yoxsa mən səhv edirəm? Və ya, siz narahat görünürsüz, ailədə hər şey yaxşıdırmı? Bu suallar sadə görünürdü. Lakin onların məqsədi Zərifə xanımı açmaq, onu danışdırmaq, onun daxili narahatlıqlarını öyrənmək idi. Və Larisa İvanovna bunu mükəmməl bacarırdı. Çünki o sadəcə həkim deyildi, o psixoloq idi. Və o öz işini elə yerinə yetirirdi ki, Zərifə xanım başa düşmürdü ki, o manipulyasiya olunur. Amma Zərifə xanım ağıllı qadın idi. O tezliklə başa düşdü ki, Larisa İvanovna sadəcə həkim deyil, o hiss etdi ki, hər söhbətdən sonra özünü daha yorğun, daha boş hiss edir. O hiss etdi ki, Larisa İvanovna onu müalicə etmir, o onu tükədir. Və o qərar verdi ki, daha bu oyuna qoşulmayacaq. Bir gün Zərifə xanım Larisa İvanovnaya dedi, mən sizin müalicənizə ehtiyacım yoxdur, mən özümü yaxşı hiss edirəm. Larisa İvanovna təəccübləndi və sakitcə cavab verdi.
Amma siz hələ tam sağalmamısınız. Müalicəni dayandırmaq təhlükəlidir. Zərifə xanım ona baxdı və dedi: Mən bilirəm ki, nə etdiyimi. Bilirəm. Mən daha sizin xidmətinizə ehtiyacım yoxdur. Larisa İvanovna bir anlıq sustu. Sonra gülümsədi və dedi: Yaxşı. Əgər siz belə istəyirsinizsə, mən hörmət edirəm. Lakin onun gözlərində soyuqluq vardı. O bilirdi ki, bu onun uğursuzluğudur. O bilirdi ki, Zərifə xanım onu başa düşüb və o bilirdi ki, bu onun hesabatında pis görünəcək. Keçmiş KKB zabitlərindən biri bizə danışdı ki, Larisa İvanovna hadisəsindən sonra Andropov çox qəzəbləndi. O dedi ki, bu qadın bizim planımızı pozdu. O çox ağıllıdır. Onu başqa yolla sındırmaq lazımdır. Və Moskva başqa yol tapdı. Əgər Zərifə xanımı birbaşa hücum etmək mümkün deyilsə, onda onu dolayı yolla təzyiq etmək lazımdır. Və bu yol ailə vasitəsilə idi. 1982-ci ilin sentyabr ayında Heydər Əliyevin oğlu İlham Əliyev Moskvada təhsil alırdı. O gənc, istedadlı, gələcək parlaq bir oğlan idi. Lakin bir gün o xəstələndi. Qəfil, izah olunmaz xəstəlik, yüksək hərarət, baş ağrısı, zəiflik. Heydər Əliyev dərhal onu xəstəxanaya yerləşdirdi. Həkimlər müayinə etdilər və dedilər ki, bu adi infeksiya deyil, bu daha ciddi bir şeydir. Lakin onlar dəqiq diaqnoz qoya bilmədilər. Müayinələr bir həftə davam etdi. İlham Əliyevin vəziyyəti pisləşirdi. Heydər Əliyev və Zərifə xanım panikaya düşdülər. Onlar hər gün xəstəxanada olurdular. Oğullarının yatağı başında otururdular, dua edirdilər. Və məhz bu, Moskvanın istədiyi idi. Keçmiş həkim, o vaxt Moskva xəstəxanasında işləyən bir kişi bizə danışdı ki, İlham Əliyevin xəstəliyi təbii deyildi. O dedi ki, oğlanın qanında aşkar edilən infeksiya çox nadir idi və bu infeksiya adətən laboratoriya şəraitində yaranırdı. O dedi ki, həkimlər şübhələndilər, lakin heç kim bunu açıq demədi. Çünki onlar bilirdilər ki, əgər onlar bunu desələr, onların özləri hədəf olacaqlar. Həkim bizə dedi ki, o İlham Əliyevə xüsusi antibiotiklər verdi və oğlan tezliklə sağaldı. Lakin o əlavə etdi ki, əgər o antibiotiklər verməsəydi, nəticə fərqli ola bilərdi. O dedi ki, bu təsadüf deyildi, bu planlaşdırılmış hücum idi. Və hədəf İlham Əliyev deyildi, hədəf Heydər Əliyev və Zərifə xanım idi. Çünki Moskva bilirdi ki, əgər sən valideynləri qorxutmaq istəyirsənsə, onların uşaqlarına toxun. Və bu strategiya işlədi. Heydər Əliyev və Zərifə xanım o həftə içində tamamilə tükəndilər. Onlar yuxu yatmadılar, yemək yemədi, sadəcə oğullarının sağalmasını gözlədilər. Və bu onları çox zəiflətdi. Zərifə xanım o həftə içində 10 il qocaldı. Onun saçları ağardı, üzündə dərin qırışlar peyda oldu. Gözlərində yorğunluq və ümidsizlik vardı. Keçmiş qonşuları bizə danışdılar ki, Zərifə xanım o dövrdən sonra heç vaxt əvvəlki kimi olmadı. O daha çox sustu, daha az gülümsədi, daha çox özünü təcrid etdi. O sanki içindən bir şey sınmışdı və həqiqətən də sınmışdı. Çünki o başa düşdü ki, Moskva dayanmayacaq. O başa düşdü ki, onlar hər yolu sınayacaqlar. O başa düşdü ki, onun ailəsi təhlükə altındadır və bu anlayış onu dərin kədərə saldı. Lakin o bunu Heydər Əliyevə demədi. Çünki o bilirdi ki, əgər o bunu desə, Heydər Əliyev daha da narahat olacaq və o, onu daha da narahat etmək istəmirdi. Ona görə də o sükut etdi. O öz ağrısını içində saxladı. O güclü görünməyə çalışdı. Lakin içərdə o parçalanırdı. İndi düşünün, əgər sizin uşağınız xəstələnsə və siz bilsəniz ki, bu təsadüf deyil, bu kiminsə planıdır, siz nə edərdiniz? Siz necə hiss edərdiniz? Heydər Əliyev və Zərifə xanım bu hissi yaşadılar və bu onları dəyişdi. Heydər Əliyev daha sərt oldu, daha qətiyyətli oldu, daha az etibar etdi. Zərifə xanım isə daha sakit oldu, daha daxilə çəkildi, daha az danışdı. Onlar hər ikisi başa düşdülər ki, Moskvada yaşamaq müharibə meydanında yaşamaq deməkdir və onlar bu müharibəyə hazır olmalıydilər. Lakin bu hazırlıq onlara baha başa gəldi. Çünki onlar öz sakitliklərini, öz xoşbəxtliklərini, öz normal həyatlarını itirdilər və onlar bunu heç vaxt geri qaytara bilmədilər. İlham Əliyev sağaldıqdan sonra Heydər Əliyev qərar verdi ki, ailəsini Moskvadan uzaqlaşdırmaq lazımdır. O, Zərifə xanımı və uşaqları Bakıya göndərdi. O dedi ki, orada onlar daha təhlükəsiz olacaqlar.
Zərifə xanım razılaşdı. Çünki o bilirdi ki, Moskvada qalmaq daha təhlükəlidir. Lakin bu qərar ona çox ağır gəldi. Çünki bu Heydər Əliyevdən ayrılmaq demək idi. Bu onu tək qoymaq demək idi və o bunu istəmirdi. Lakin o başqa seçim görmürdü. Ona görə də o Bakıya getdi və Heydər Əliyev Moskvada tək qaldı. O hər gün işə gedirdi, hər axşam boş evə qayıdırdı, hər gecə tək yatırdı və o Zərifə xanımı çox darıxırdı. Lakin o bilirdi ki, bu lazımdır. Çünki onun ailəsinin təhlükəsizliyi onun öz rahatlığından daha vacibdir. Keçmiş Kreml məmurlarından biri bizə danışdı ki, Heydər Əliyevin Moskvada tək qalması Andropov üçün yeni fürsət idi. Çünki tək adam daha zəifdir, daha asan manipulyasiya olunur, daha az dəstəyə malikdir. Və Andropov bu fürsətdən istifadə etməyə çalışdı. O, Heydər Əliyevə yeni tapşırıqlar verdi. Onu daha çox işdə yüklədi. Onu daha çox təzyiq altına aldı. Məqsəd sadə idi. Heydər Əliyevi fiziki və emosional cəhətdən tükətmək. Və bu strategiya işləməyə başladı. Heydər Əliyev hər gün daha yorğun olurdu. Daha az yatırdı, daha az yeyirdi. O, öz sağlamlığını nəzərə almırdı. Sadəcə işləyirdi. Çünki o bilirdi ki, əgər o zəiflik göstərsə, Moskva bunu onun əleyhinə istifadə edəcək. Ona görə də o, güclü görünməyə çalışırdı. Lakin bu, ona baha başa gəlirdi. 1983-cü ilin yanvar ayında Heydər Əliyevin özü xəstələndi. Qəfil, şiddətli ürək ağrısı. O, xəstəxanaya yerləşdirildi. Həkimlər dedilər ki, bu, stres və yorğunluqdan qaynaqlanır. Ona istirahət lazımdır. Lakin Heydər Əliyev istirahət etmədi. O, xəstəxana yatağında belə işləməyə davam etdi. Çünki o bilirdi ki, əgər o dayanarsa, Moskva bunu onun zəifliyi kimi qiymətləndirəcək və o zəif görünmək istəmirdi. Lakin onun bədəni daha davam edə bilmirdi. Həkimlər ona dedilər ki, əgər o davam edərsə, nəticələr çox ciddi ola bilər. Lakin Heydər Əliyev eşitmədi. O sadəcə işləməyə davam etdi və bu onu daha da zəiflətdi. Zərifə xanım Bakıdan Moskvaya uçdu. O, Heydər Əliyevi xəstəxanada gördükdə ürək sındı. O gördü ki, onun əri, güclü, qətiyyətli, heç vaxt yorulmayan Heydər Əliyev indi zəif, solğun, yorğun görünür. O, onun əlini tutdu və dedi, "Sən özünə niyə belə edirsən? Sən özünü məhv edirsən." Heydər Əliyev ona baxdı və sakitcə cavab verdi. "Mən başqa cür edə bilmərəm. Əgər mən dayanarsam, onlar qalib gələcəklər." Zərifə xanım göz yaşları ilə dedi, "Amma əgər sən özünü məhv etsən, onlar yenə də qalib gələcəklər. Çünki sən olmayacaqsan." Heydər Əliyev sustu. O bilirdi ki, Zərifə xanım haqlıdır. Lakin o başqa yol görmürdü. Çünki Moskva onu küncdə sıxışdırmışdı və o, bu küncdən çıxış yolu tapmaq üçün mübarizə aparırdı. Keçmiş həkimlər bizə danışdılar ki, Heydər Əliyevin xəstəliyi də tam təbii deyildi. Onlar dedilər ki, onun qanında yüksək səviyyədə stres hormonları aşkar edildi və bu sadəcə işdən qaynaqlanmırdı. Onlar şübhələndilər ki, ona verilən bəzi dərmanlar onun vəziyyətini yaxşılaşdırmaq əvəzinə onu daha da gərginləşdirirdi. Lakin onlar bunu sübut edə bilmədilər. Çünki tibbi sənədlər çox diqqətlə qorunurdu və heç kim onlara tam giriş əldə edə bilmirdi. Amma həkimlər bilirdilər ki, nəsə düz getmir. Onlar bilirdilər ki, Heydər Əliyev sadəcə yorğunluqdan xəstələnməyib. O, sistemli təzyiq altında xəstələnib və bu təzyiq Moskvadan gəlirdi. İndi sual, nə üçün Moskva Heydər Əliyevi bu qədər təzyiq altına aldı? Cavab sadədir. Çünki o, çox güclü idi. Çünki o, Azərbaycanda çox populyar idi. Çünki o, öz fikrini deyirdi və Moskvanın hər əmrinə tabe olmurdu. Və bu, Andropov üçün təhlükə idi. Çünki Andropov bilirdi ki, əgər Heydər Əliyev daha da güclənərsə, o, Moskvanın nəzarətindən çıxa bilər və bu, Sovet İttifaqı üçün təhlükə ola bilərdi. Ona görə də Andropov qərar verdi ki, Heydər Əliyevi zəiflətmək lazımdır və ən yaxşı yol onu və onun ailəsini təzyiq altına almaqdır. Və bu strategiya işlədi. Heydər Əliyev zəiflədi. Zərifə xanım xəstələndi. İlham Əliyev təhlükə altına düşdü. Və bütün bunlar Moskvanın planının hissəsi idi. Amma Moskva bir şey nəzərə almadı. Heydər Əliyev təslim olmayan adamdı. O zəiflədi, lakin o sınmadı. O xəstələndi, lakin o dayanmadı. O təzyiq altındaydı. Lakin o öz prinsiplərindən əl çəkmədi. Və bu onu daha da güclü etdi. Çünki o başa düşdü ki,
Moskvanın təzyiqi sonsuz deyil. O başa düşdü ki, hər sistemin zəif nöqtəsi var. O başa düşdü ki, əgər o dözərsə, əgər o mübarizə aparsa, əgər o öz ailəsini qoruyarsa, o qalib gələ bilər. Və o bu yolda irəliləməyə davam etdi. Hər gün, hər saat, hər dəqiqə. O bilirdi ki, bu asan olmayacaq. O bilirdi ki, bu uzun mübarizə olacaq. Lakin o həmçinin bilirdi ki, bu mümkündür və bu inam ona güc verirdi. Zərifə xanım Moskvada bir həftə qaldı. O Heydər Əliyevə baxdı. Ona dəstək oldu, onu sakitləşdirdi. Və sonra o yenidən Bakıya qayıtmalı oldu. Çünki uşaqlar onu gözləyirdi. Çünki orada onun vəzifələri vardı. Çünki həyat davam edirdi. Lakin o, Heydər Əliyevi tək qoyarkən ürəyi ağır idi. O bilirdi ki, o Moskvada təhlükə altındadır. O bilirdi ki, sistem onu təzyiq edəcək. O bilirdi ki, o yalnızdır. Lakin o, həmçinin bilirdi ki, Heydər Əliyev güclü adamdır. O bilirdi ki, o dözəcək. O bilirdi ki, o mübarizə aparacaq. Və bu inam ona sakitlik verirdi. Lakin bu sakitlik qısa ömürlü idi. Çünki tezliklə yeni sınaq gələcəkdi. Və bu sınaq daha ağır olacaqdı. İndi düşünün, əgər siz Zərifə xanımın yerində olsaydınız, siz nə edərdiniz? Siz Moskvada qalıb ərinizin yanında olardınızmı? Yoxsa siz Bakıya gedib uşaqlarınızı qoruyardınızmı? Bu asan seçim deyil. Çünki hər iki halda siz kiməsə xəyanət edirsiniz. Ya ərinizə, ya uşaqlarınıza. Zərifə xanım bu seçimi etdi. O, uşaqları seçdi. Çünki o bilirdi ki, Heydər Əliyev özünü qoruya bilər. Lakin uşaqlar müdafiəsizdir. Və bu seçim ona ömürlük ağrı verdi. Çünki o hər gün düşünürdü ki, bəlkə də o Moskvada qalmalı idi. Bəlkə də o Heydər Əliyevə daha çox dəstək olmalı idi. Bəlkə də o, fərqli qərar verməli idi. Lakin o artıq geri qaytara bilməzdi. Çünki həyat geri qaytarılmır. Çünki seçimlər edilir və onların nəticələri yaşanır. Və Zərifə xanım bu nəticələri yaşadı. Təsəvvür edin ki, siz 12 nəfərdən ibarət qrup yaradırsınız. Hər biri Heydər Əliyevin ən yaxın adamlarından, hər biri onun hər sirrini bilən, hər biri ona and içmiş insanlar. İndi təsəvvür edin ki, bu 12 nəfərdən biri Moskvaya hesabat verir. Hər söhbət, hər qərar, hər ailə məsələsi, hamısı Andropovun masasına çatır. 1983-cü ilin mart ayında Heydər Əliyev başa düşdü ki, onun ən yaxın dairəsində xain var. Keçmiş mühafizə zabiti adını açıqlamaq istəməyən bir mənbə bizə danışdı ki, Heydər Əliyev bir gecə öz kabinetində tək oturmuş, masasının üzərində 12 nəfərin fotoşəkillərini düzmüşdü. O hər birinin üzünə baxır, hər birinin keçmişini xatırlayır, hər birinin sədaqətini yoxlayırdı. Amma o bilmirdi ki, hansı biri xaindir. O yalnız bilirdi ki, kimsə onun hər addımını Moskvaya çatdırır. Kimsə onun ailə söhbətlərini dinləyir. Kimsə Zərifə xanımın hər telefon zəngini qeyd edir. Bu 12 nəfərdən hansı biri idi? Nə üçün o xəyanət etdi? Pul üçünmü? Qorxudan, yoxsa şəxsi künküdurətdən? Heydər Əliyev bu sualların cavabını tapmaq üçün hər gecə yuxusuz qalırdı. Çünki o bilirdi ki, əgər xaini tapmasa, onun ailəsi heç vaxt təhlükəsiz olmayacaq və bu bilgi onu içərdən yeyirdi. O 12 nəfər arasında bir adam vardı. Adı Rəşid, orta yaşlı, sakit, heç vaxt diqqət çəkməyən bir şəxs. O Heydər Əliyevin şəxsi köməkçisi idi. Hər gün onunla işləyirdi, hər sənədi görürdü, hər danışır eşidirdi. Keçmiş əməkdaşlar Rəşidi yaxşı adam kimi xatırlayırdılar. Mehriban, işgüzar, heç vaxt şikayət etməyən. Lakin heç kim bilmirdi ki, Rəşidin ikinci həyatı var. Hər axşam iş bitəndən sonra o şəhərin kənarındakı kiçik mənzilə gedirdi. Orada o, xüsusi telefon götürür və Moskvaya zəng edirdi. O gün ərzində topladığı məlumatları diqqətlə danışırdı Heydər Əliyev. Bugün kiminlə görüşdü? Nə barədə danışdı? Hansı qərarlar verdi? Zərifə xanımdan nə xəbər gəldi? İlham Əliyevin sağlamlığı necədir? Hər detal, hər kiçik məlumat, hamısı qeyd olunurdu. Keçmiş KQB zabitlərindən biri bizə açıqladı ki, Rəşid 1981-ci ildən bəri Moskva üçün işləyirdi. O xüsusi məktəbdə hazırlanmışdı, ona öyrətmişdilər ki, necə etibar qazanmaq, necə görünməz qalmaq, necə məlumat toplamaq olar. Və o, öz işini mükəmməl yerinə yetirirdi. Heydər Əliyev ona tam etibar edirdi, heç vaxt şübhələnməmişdi. Çünki Rəşid elə davranırdı ki,
Sanki o ən sadiq adamdır. Lakin həqiqətdə o, ən böyük xain idi. Rəşid nə üçün bunu edirdi? Keçmiş həmkarları bizə danışdılar ki, Rəşidin ailəsi Moskvada yaşayırdı. Arvadı, 2 uşağı və Kakübe ona demişdi ki, əgər o əməkdaşlıq etməsə, onun ailəsi təhlükə altında olacaq. Bu klassik şantaj idi. Ya sən bizim üçün işləyirsən, ya da sənin ailən əziyyət çəkir. Rəşid seçim etdi. O öz ailəsini qorudu, lakin o, Heydər Əliyevin ailəsinə xəyanət etdi. Hər gün o, Heydər Əliyevin gözlərinin içinə baxır, ona gülümsəyir, ona kömək edirdi. Lakin hər axşam o Moskvaya zəng edir və hər şeyi danışırdı. Bu ikidə həyat idi, gündüz sadiq köməkçi, gecə isə gizli agent. Və Rəşid bu ikidə həyatı illərlə yaşadı. O heç vaxt özünü itirmədi, heç vaxt səhv etmədi, heç vaxt şübhə yaratmadı. Çünki o bilirdi ki, əgər o tutularsa, nəticələr dəhşətli olacaq. Ona görə də o çox diqqətli idi və bu diqqət ona kömək etdi, o illər boyu aşkar edilmədi. Amma 1983-cü ilin iyun ayında bir şey baş verdi. Heydər Əliyev Zərifə xanıma telefon zəng etdi və ona dedi ki, o növbəti həftə Bakıya gələcək, lakin bunu heç kimə deməməsini xahiş etdi. Bu sir olmalıydı, sadəcə onlar ikisi bilməli idi. Zərifə xanım razılaşdı və heç kimə demədi. Lakin 2 gün sonra Heydər Əliyev Bakıya gələndə hava limanında KQB əməkdaşları onu gözləyirdi. Onlar ona dedilər ki, onun səfəri barədə məlumatlar var və ona müşahidə etmək istəyirlər. Heydər Əliyev şoka düşdü. O soruşdu, siz hardan bilirsiniz ki, mən bugün gələcəyəm? Onlar gülümsəyərək cavab verdilər, biz hər şeyi bilirik. Heydər Əliyev o anda başa düşdü ki, ən yaxın dairəsində xain var. Çünki bu məlumatı yalnız bir neçə nəfər bilirdi və bu məlumat Moskvaya çatmışdı. Heydər Əliyev Moskvaya qaydanda dərhal araşdırmaya başladı. O hər bir əməkdaşını yoxladı, hər bir telefon zəngini təhlil etdi, hər bir hərəkəti izlədi və tezliklə o, Rəşidə şübhələnməyə başladı. Çünki Rəşid o gün Heydər Əliyevin Bakıya səfəri barədə bilirdi. Çünki Rəşid hər gün Heydər Əliyevin bütün planlarını görürdü. Çünki Rəşid ən yaxın adam idi və məhz bu onu ən şübhəli edirdi. Heydər Əliyev qərar verdi ki, Rəşidi sınaqdan keçirəcək. O ona yalan məlumat verdi, dedi ki, o növbəti həftə Leningrada gedəcək, lakin bunu heç kimə deməməsini xahiş etdi. Rəşid razılaşdı və söz verdi ki, heç kimə deməyəcək. Lakin 2 gün sonra Heydər Əliyev öyrəndi ki, Leningrad KQB idarəsi onun gəlişinə hazırlaşır. Bu sübutdur. Rəşid xain idi. Keçmiş mühafizə zabitləri bizə danışdılar ki, Heydər Əliyev Rəşidi öz kabinetinə çağırdı. O, ona heç nə demədi. Sadəcə ona baxdı. Uzun, sükutlu baxış. Rəşid narahat oldu və soruşdu. Nəsə problem varmı? Heydər Əliyev sakitcə cavab verdi. Mən bilirəm. Rəşid soldu və soruşdu. Nəyi bilirsiniz? Heydər Əliyev dedi, hər şeyi. Rəşid bir anlıq sustu, sonra başını aşağı saldı. O bilirdi ki, oyun bitib. O bilirdi ki, Heydər Əliyev həqiqəti öyrənib və o bilirdi ki, indi nəticələr gələcək. Heydər Əliyev ona dedi, sən nə üçün bunu etdin? Rəşid göz yaşları ilə cavab verdi. Mənim ailəm Moskvadaydı. Onlar mənə seçim vermədi. Ya mən sizə xəyanət edəcəkdim, ya da mənim ailəm əziyyət çəkəcəkdi. Mən başqa yol görmədim. Heydər Əliyev sustu. O Rəşidi başa düşürdü. Çünki o, özü də ailə adamı idi. O bilirdi ki, ailə üçün insan hər şey edə bilər. Lakin o həmçinin bilirdi ki, xəyanət bağışlanmazdı. Heydər Əliyev Rəşidə dedi, sən get. Mən səni cəzalandırmayacağam, çünki sən məcbur idin. Lakin sən bir daha mənim üzümü görməyəcəksən. Rəşid ayağa qalxdı. Heydər Əliyevin əlini öpməyə çalışdı. Lakin Heydər Əliyev əlini çəkdi. Rəşid ağlayaraq kabinetdən çıxdı. O bilirdi ki, o hər şeyi itirdi. İşini, hörmətini, özünə hörmətini. O bilirdi ki, o xain kimi xatırlanacaq və bu, onun ödədiyi qiymət idi. Keçmiş əməkdaşlar bizə danışdılar ki, Rəşid Moskvaya qayıtdı, lakin orada da xoşbəxt olmadı. Çünki KQB ona etibar etmədi. Onlar bilirdilər ki, o bir dəfə xəyanət edibsə, yenidən edə bilər. Ona görə də onlar Rəşidi kənara qoydular. O kiçik vəzifədə işləməyə başladı.
Heç kim ona hörmət göstərmədi. O təcrid olundu və o, ömrünün qalan hissəsini peşmançılıq içində yaşadı. İndi düşünün, əgər siz Rəşidin yerində olsaydınız, siz nə edərdiniz? Siz öz ailəsini qoruyardınızmı, yoxsa öz prinsiplərinizi? Bu asan seçim deyil. Çünki hər iki halda siz kiməsə xəyanət edirsiniz. Ya ailəyə, ya da işə götürənə. Rəşid öz ailəsini seçdi və bu seçim ona ömürlük ağrı verdi. Çünki o bilirdi ki, o, Heydər Əliyevə xəyanət etdi. O bilirdi ki, o Zərifə xanımın əzabına səbəb oldu. O bilirdi ki, o İlham Əliyevin təhlükəyə düşməsinə kömək etdi və bu bilgi onu içərdən yeyirdi. Lakin o geri qaytara bilməzdi. Çünki keçmiş dəyişdirilmir. Çünki xəyanət bağışlanmır. Və Rəşid bu həqiqətdə yaşamalı oldu. Heydər Əliyev Rəşid hadisəsindən sonra daha heç kimə tam etibar etmədi. O hər kəsi şübhə ilə qarşılayırdı. Hər sözü diqqətlə dinləyirdi. Hər hərəkəti təhlil edirdi. Çünki o bilirdi ki, Rəşid tək deyildi. O bilirdi ki, Moskvada daha çox xainlər var. O bilirdi ki, sistem hər yerdədir. Və bu bilgi onu daha ehtiyatlı etdi. Lakin bu ehtiyat ona baha başa gəldi. Çünki o daha heç kimə yaxın ola bilmədi. O daha heç kimlə açıq danışa bilmədi. O daha heç kimə ürəyini aça bilmədi. Və bu onu çox tənha etdi. Keçmiş əməkdaşlar bizə danışdılar ki, Heydər Əliyev o dövrdən sonra dəyişdi. O daha az gülümsəyirdi, daha az danışırdı, daha çox özündə olurdu. Sanki onun içindəki bir şey sönmüşdü və həqiqətən də sönmüşdü. Çünki xəyanət insanı dəyişir. Xəyanət insanı daha şübhəli, daha qapalı, daha tənha edir. Və Heydər Əliyev bu dəyişikliyi yaşadı. Amma o dayanmadı. O mübarizəyə davam etdi. Çünki o bilirdi ki, əgər o dayanarsa, Moskva qalib gələcək. Əgər o təslim olarsa, onun ailəsi təhlükədə qalacaq. Əgər o zəiflik göstərərsə, sistem onu məhv edəcək. Ona görə də o güclü qalmağa çalışdı. O hər gün işə gedirdi, hər gün qərarlar verirdi, hər gün mübarizə aparırdı. Lakin içərdə o yorğun idi. İçərdə o tükənmişdi. İçərdə o ümidsiz idi. Lakin o bunu heç kimə göstərmədi. Çünki o bilirdi ki, lider zəiflik göstərə bilməz. Lider həmişə güclü görünməlidir. Və Heydər Əliyev bu rolu oynadı. Lakin bu rol ona çox ağır gəlirdi. 1983-cü ilin sentyabr ayında Kreml xəstəxanasının arxiv otağında bir hadisə baş verdi. Gecə yarısı heç kim olmayanda kimsə arxivə girdi və xüsusi qovluqları axtarmağa başladı. Bu qovluqlarda Heydər Əliyev və onun ailəsi haqqında toplanan bütün məlumatlar saxlanılırdı. Tibbi kartotekalar, müşahidə hesabatları, gizli sənədlər. Keçmiş arxiv işçisi o vaxt gecə növbəsində olan bir qadın bizə danışdı ki, o səs eşidib arxiv otağına baxanda gördü ki, orada tanımadığı bir kişi durub. O qadına dedi, narahat olmayın, mən xüsusi tapşırıqla gəlmişəm. Qadın qorxdu və heç nə demədi. Kişi bir neçə qovluq götürdü və getdi. Səhər qadın yoxladı və gördü ki, Zərifə Əliyevanın tibbi kartotekasının bir hissəsi yoxdur. Məhz o səhifələr ki, Viktor Petroviç və Larisa İvanovna tərəfindən yazılmışdı. Məhz o səhifələr ki, Zərifə xanıma verilən dərmanların həqiqi dozalarını göstərirdi. Məhz o səhifələr ki, bütün həqiqəti açıqlayırdı. Kim o sənədləri götürdü? Nə üçün məhz o gecə? Və ən əsası, o sənədlər indi harda? Keçmiş KQB zabitlərindən biri bizə açıqladı ki, o sənədləri götürən şəxs Andropovun şəxsi əmri ilə göndərilmişdi. Çünki Andropov bilirdi ki, Heydər Əliyev araşdırma aparır. O bilirdi ki, Heydər Əliyev həqiqəti öyrənmək istəyir. Və o bilirdi ki, əgər o sənədlər tapılarsa, skandal olacaq. Ona görə də o qərar verdi ki, o sənədləri məhv etmək lazımdır. Və o bunu etdi. O sənədlər götürüldü və yandırıldı. Heç bir iz qalmadı. Heç bir sübut qalmadı. Heç bir həqiqət qalmadı. Yalnız xatirələr qaldı. Yalnız şübhələr qaldı. Yalnız ağrı qaldı. Və bu Moskvanın strategiyası idi, izləri silmək, sübutları məhv etmək, həqiqəti gizlətmək. Çünki əgər sübut yoxdursa, ittiham da yoxdur. Əgər sənəd yoxdursa, məsuliyyət də yoxdur. Və Moskva bu strategiyanı mükəmməl bilirdi. Heydər Əliyev o sənədlərin yoxa çıxdığını öyrənəndə çox qəzəbləndi. O bilirdi ki, bu təsadüf deyil.
O bilirdi ki, bu planlaşdırılmış əməliyyatdır. O bilirdi ki, Moskva onu qarşısına almaq istəyir. Lakin o heç nə edə bilmədi. Çünki sübut yox idi. Çünki sənədlər yox idi. Çünki sistem özünü qoruyurdu. Və Heydər Əliyev bu qarşısında aciz idi. O yalnız bilirdi ki, nə baş verib. Lakin o bunu sübut edə bilmirdi. Və bu onu daha da əsəbləşdirdi. Çünki həqiqəti bilmək, lakin onu sübut edə bilməmək, bu ən böyük əzabdır. Və Heydər Əliyev bu əzabı yaşadı. Keçmiş həkimlər bizə danışdılar ki, o sənədlərdə nə yazılmışdı? Onlar dedilər ki, orada Zərifə xanıma verilən dərmanların həqiqi dozaları göstərilirdi və bu dozalar standartdan 2 dəfə yüksək idi. Orada Viktor Petroviçin gizli hesabatları vardı. Hər müayinədən sonra o Moskvaya məlumat göndərirdi. Orada Larisa İvanovnanın psixoloji profilləri vardı. O Zərifə xanımın hər sözünü, hər hərəkətini təhlil edirdi. Orada İlham Əliyevin xəstəliyi barədə şübhəli qeydlər vardı. Həkimlər yazırdılar ki, infeksiya təbii deyil, laboratoriya mənşəlidir. Bütün bu məlumatlar o sənədlərdə idi və bütün bu məlumatlar yandırıldı. Çünki Moskva bilirdi ki, əgər bu məlumatlar üzə çıxarsa, skandal olacaq. Əgər bu məlumatlar açıqlanarsa, Andropovun özü təhlükə altına düşəcək. Ona görə də o sənədlər məhv edildi və həqiqət onlarla birlikdə məhv edildi. İndi düşünün, neçə başqa sənəd məhv edilib, neçə başqa həqiqət gizlədilib, neçə başqa ailə bu sistemin qurbanı olub, biz bilmirik. Çünki sənədlər yoxdur, çünki sübutlar yoxdur, çünki sistem özünü qoruyub. Lakin biz bilirik ki, Zərifə xanım tək deyildi. Biz bilirik ki, başqa qadınlar da bu əzabı yaşayıb. Biz bilirik ki, başqa ailələr də bu təzyiqə məruz qalıb. Çünki Sovet sistemində bu adi haldır. Yüksək vəzifəli şəxslərin ailələrini hədəf seçmək, onları təzyiq etmək, onları zəiflətmək, bu Moskvanın klassik strategiyası idi və bu strategiya işləyirdi. Çünki ailə hər kəsin zəif nöqtəsidir. Ailə hər kəsin ən həssas yeridir və Moskva bunu mükəmməl bilirdi. Keçmiş Kreml məmurlarından biri bizə dedi ki, Andropov tez-tez deyirdi. Əgər sən bir adamı idarə etmək istəyirsənsə, onun ailəsinə öyrən. Əgər sən bir adamı sındırmaq istəyirsənsə, onun ailəsinə toxun. Və bu fəlsəfə Sovet sisteminin əsasını təşkil edirdi. Ailə yalnız şəxsi məsələ deyildi. Ailə siyasi alət idi. Ailə yalnız sevgi və dəstək yeri deyildi. Ailə zəiflik və təhlükə yeri idi. Və Moskva bu anlayışdan istifadə edirdi. Onlar ailələri hədəf seçirdilər, onları təzyiq edirdilər, onları parçalayırdılar. Və bu strategiya çox effektiv idi. Çünki heç bir lider öz ailəsinin əzab çəkməsini istəmir. Heç bir lider öz uşaqlarının təhlükədə olmasını istəmir. Heç bir lider öz həyat yoldaşının xəstələnməsini istəmir. Və Moskva bu zəiflikdən istifadə edirdi. Heydər Əliyev bu strategiyanı başa düşdü. O bilirdi ki, Moskva onun ailəsini hədəf seçib. O bilirdi ki, Zərifə xanımın xəstəliyi təsadüf deyil. O bilirdi ki, İlham Əliyevin təhlükəyə düşməsi planlaşdırılıb. O bilirdi ki, Rəşidin xəyanəti təşkil olunub. O bütün bunları bilirdi. Lakin o heç nə edə bilmirdi. Çünki sistem çox güclü idi. Çünki Moskva çox qüdrətli idi. Çünki o tək idi. Və bu anlayış onu dərin kədərə saldı. Lakin o dayanmadı. O mübarizəyə davam etdi. Çünki o bilirdi ki, əgər o dayanarsa, Moskva tam qalib gələcək. Əgər o təslim olarsa, onun ailəsi heç vaxt təhlükəsiz olmayacaq. Ona görə də o davam etdi. Hər gün, hər saat, hər dəqiqə o mübarizə aparırdı və bu mübarizə onu daha güclü edirdi. İndi sual, o arxiv sənədləri həqiqətən məhv edildi, yoxsa onlar hələ də hardasa saxlanılır, yoxsa kimsə onların surətini götürüb? Biz bilmirik. Lakin biz bilirik ki, həqiqət heç vaxt tam məhv edilə bilməz. Həqiqət həmişə bir yol tapır. Həqiqət həmişə üzə çıxır. Bəlkə də bu gün deyil, bəlkə də sabah deyil, lakin bir gün həqiqət mütləq bilinəcək və o gün Zərifə xanımın əzabı, Heydər Əliyevin mübarizəsi, Rəşidin xəyanəti, Moskvanın cinayətləri hamısı açıqlanacaq və o gün ədalət bərpa olunacaq. Biz bu günü gözləyirik. Çünki biz inanırıq ki, həqiqət gücdən daha güclüdür. 1984-cü ilin fevral ayında Heydər Əliyevin sağlamlığı kəskin pisləşdi.
Onun ürəyi daha davam edə bilmirdi. Təzyiqi yüksəldi. Nəfəs almaqda çətinlik çəkirdi. Həkimlər ona dedilər ki, o dərhal xəstəxanaya yerləşməlidir. Əks halda nəticələr çox ciddi ola bilər. Heydər Əliyev razılaşdı və Kreml xəstəxanasına yerləşdirildi. Lakin bu dəfə o, heç bir həkimə etibar etmədi. O, öz şəxsi həkimini Bakıdan gətirtdi. Etibarlı, yoxlanmış, sadiq bir adam. Və bu həkim Heydər Əliyevə baxanda şoka düşdü. Çünki o gördü ki, Heydər Əliyevin orqanizmində yüksək səviyyədə zəhərli maddələr var. Bu maddələr adi dərmanlardan gəlmirdi. Bu, xüsusi kimyəvi birləşmələr idi. Həkim dərhal Heydər Əliyevə dedi, sizə kimsə zəhər verib. Yavaş-yavaş, kiçik dozalarla, lakin sistemli şəkildə. Heydər Əliyev donub qaldı. O soruşdu, nə qədər müddətdir? Həkim cavab verdi, ən azı 2 ildir. Bəlkə də daha çox. Heydər Əliyev o anda hər şeyi başa düşdü. Viktor Petroviç, Larisa İvanovna, Rəşid, arxiv sənədlərinin yoxa çıxması, hamısı bir planın hissəsi idi. Moskva onu yavaş-yavaş zəhərləyirdi. Onlar onu dərhal öldürmək istəmirdilər, çünki bu şübhə yaradardı. Onlar onu yavaş-yavaş zəiflətmək istəyirdilər. Onu xəstələndirmək istəyirdilər. Onu işdən uzaqlaşdırmaq istəyirdilər. Və bu strategiya işləyirdi. Heydər Əliyev hər gün daha zəif olurdu. Hər gün daha xəstə olurdu. Hər gün daha az işləyə bilirdi. Və Moskva bunu gözləyirdi. Onlar gözləyirdilər ki, Heydər Əliyev özü istefa versin. Onlar gözləyirdilər ki, o sağlamlıq səbəbindən getsin. Çünki bu ən təmiz yol idi. Heç bir skandal, heç bir şübhə, heç bir problem. Sadəcə xəstə adam işdən gedirdi. Və Moskva bunu istəyirdi. Lakin Heydər Əliyev təslim olmadı. O həkiminə dedi, məni müalicə et. Mən hələ getməyəcəm. Həkim ona xüsusi müalicə kursu təyin etdi. Zəhərləyici maddələri orqanizmdən çıxarmaq üçün. Bu müalicə çox ağır idi, çox ağrılı idi. Çox uzun idi. Lakin Heydər Əliyev dözürdü. Çünki o bilirdi ki, əgər o sağalarsa, o mübarizəyə davam edə biləcək. Əgər o güclənərsə, o Moskvaya cavab verə biləcək. Əgər o yaşayarsa, o öz ailəsini qoruya biləcək. Və bu inam ona güc verirdi. O hər gün müalicə olunurdu, hər gün əzab çəkirdi, hər gün mübarizə aparırdı. Və tədricən o yaxşılaşmağa başladı. Onun ürəyi gücləndi. Təzyiqi normallaşdı, nəfəs alması asanlaşdı və o bilirdi ki, o qalib gəlir. Keçmiş həkimlər bizə danışdılar ki, Heydər Əliyevin sağalması möcüzə idi. Çünki onun orqanizmində olan zəhərləyici maddələr çox güclü idi və adətən belə hallarda insanlar sağalmırdılar. Lakin Heydər Əliyev sağaldı. Çünki onun iradəsi çox güclü idi. Çünki onun mübarizə ruhu sönməmişdi. Çünki o yaşamaq istəyirdi və bu istək ona kömək etdi. O ölümdən qayıtdı. O sistemin planını pozdu. O Moskvanın strategiyasını məhv etdi və bu onun ən böyük qələbəsi idi. Çünki o sadəcə fiziki olaraq sağalmadı. O mənəvi olaraq da qalib gəldi. O özünə sübut etdi ki, o güclüdür. O Moskvaya sübut etdi ki, o sınmaz. O ailəsinə sübut etdi ki, o onları qoruyacaq. Zərifə xanım Heydər Əliyevin sağaldığını eşidəndə Moskvaya uçdu. O, onu xəstəxanada gördükdə göz yaşları ilə qucaqladı. O dedi, mən səni itirəcəyimdən qorxdum. Heydər Əliyev ona baxdı və sakitcə cavab verdi. Mən heç yerə getmirəm. Mən hələ mübarizə aparmalıyam. Zərifə xanım onun əlini tutdu və dedi, biz birlikdə mübarizə aparacağıq. Və o anda onlar hər ikisi bildilər ki, onlar qalib gələcəklər. Çünki onlar birlikdə idilər. Çünki onlar bir-birinə dəstək idilər. Çünki onlar sevgi ilə bağlı idilər. Və bu sevgi hər şeydən güclü idi. Bu sevgi Moskvanın planlarından güclü idi. Bu sevgi sistemin təzyiqindən güclü idi. Bu sevgi hətta ölümdən də güclü idi. Keçmiş xəstəxana əməkdaşları bizə danışdılar ki, Heydər Əliyev və Zərifə xanım xəstəxanada birlikdə oturarkən, onlar sanki gənc cütlük kimi görünürdülər. Onlar bir-birinə baxırdılar, bir-birinin əlini tuturdular, bir-birlə sakitcə danışırdılar. Və bu mənzərə çox təsirli idi, çünki bu, sadəcə ər və arvad deyildi, bu döyüşçülər idi, bu sağ qalanlar idi, bu qalib gələnlər idi. Onlar Moskvanın bütün hücumlarına tab gətirmişdilər. Onlar bütün təzyiqlərə dözmüşdülər. Onlar bütün xəyanətlərə baxmayaraq, bir-birlərini qoruyub saxlamışdılar. Və bu,
onların ən böyük qələbəsi idi. Çünki sevgi hər şeyi qalib gəlir. Sevgi hər şeyi dözür. Sevgi hər şeyi bağışlayır. Və Heydər Əliyevlə Zərifə xanımın sevgisi məhz belə idi. İndi düşünün, əgər Heydər Əliyev sağalmasaydı, nə olardı? Əgər o Moskvanın planına tab gətirə bilməsəydi, nə olardı? Əgər o zəhərdən ölsəydi, nə olardı? Tarix fərqli olardı. Azərbaycan fərqli olardı. Bütün region fərqli olardı. Çünki Heydər Əliyev sadəcə siyasətçi deyildi. O lider idi. O sadəcə vəzifəli şəxs deyildi. O xalqın ümidi idi. O sadəcə bir adam deyildi. O simvol idi. Və əgər o vaxt ölsəydi, bu simvol məhv olardı. Lakin o ölmədi. O sağaldı. O qalib gəldi. Və bu qələbə yalnız onun şəxsi qələbəsi deyildi. Bu bütün Azərbaycanın qələbəsi idi. Çünki o sübut etdi ki, Moskvanın gücü məhdud deyil. O sübut etdi ki, sistem məğlub edilə bilər. O sübut etdi ki, həqiqət və sevgi hər şeydən güclüdür. Heydər Əliyev xəstəxanadan çıxanda qərar verdi ki, o Moskvada daha qalmayacaq. O bilirdi ki, burada onun həyatı təhlükə altındadır. O bilirdi ki, Moskva yenidən cəhd edəcək. O bilirdi ki, sistem dayanmayacaq. Ona görə də o qərar verdi ki, Bakıya qayıdacaq. O istefa verdi və Azərbaycana qayıtdı. Və bu qayıdış onun ən böyük qərarı idi. Çünki o, Moskvanın oyununu pozdu. O sistemdən çıxdı. O, öz yolunu seçdi. Və bu seçim ona azadlıq verdi. Çünki Bakıda o, daha Moskvanın nəzarəti altında deyildi. Bakıda o, öz xalqının arasındaydı. Bakıda o, evdə idi. Zərifə xanım Heydər Əliyevlə birlikdə Bakıya qayıtdı. O çox xoşbəxt idi. Çünki o bilirdi ki, indi onlar təhlükəsiz olacaqlar. O bilirdi ki, indi onlar birlikdə olacaqlar. O bilirdi ki, indi onlar normal həyat yaşaya biləcəklər. Lakin o həmçinin bilirdi ki, Moskva unutmayacaq. O bilirdi ki, sistem bağışlamayacaq. O bilirdi ki, gələcəkdə yeni sınaqlar olacaq. Lakin o qorxmurdu. Çünki o bilirdi ki, onlar birlikdə hər şeyin öhdəsindən gələ bilərlər. Çünki o bilirdi ki, onların sevgisi hər şeydən güclüdür və bu inam ona sakitlik verirdi. İndi sual. Moskva Heydər Əliyevin Bakıya qayıtmasından sonra nə etdi? Onlar dayanmadılar. Onlar yeni planlar qurdular. Onlar yeni strategiyalar hazırladılar. Çünki onlar bilirdilər ki, Heydər Əliyev Bakıda da təhlükəlidir. Çünki o xalqın sevimlidir. Çünki o güclü liderdir. Çünki o Moskvanın nəzarətindən çıxıb. Və bu onlar üçün təhlükə idi. Ona görə də onlar yeni hücumlara hazırlaşdılar. Lakin bu artıq başqa hekayədir. Bu gələcəyin hekayəsidir və bu hekayə daha dramatik olacaq. İlk dəfə 35 il ərzində Heydər Əliyevin şəxsi mühafizə komandirinin oğlu kameralar qarşısında danışmağa razılaşdı. O bizə göstərdiyi şey bütün bildiklərini alt-üst edəcək. 1984-cü ilin may ayında Heydər Əliyev Bakıya qayıtdıqdan bir ay sonra onun evinin qarşısında qəribə maşın peyda oldu. Hər gün, eyni saatda, eyni yerdə. İçərisində 2 nəfər oturur, heç nə etmir, sadəcə baxırdılar. Mühafizə komandiri bunu Heydər Əliyevə bildirdi. Heydər Əliyev sakitcə cavab verdi. Onlar Moskvadan göndəriliblər. Onlar məni izləyirlər. Mühafizə komandiri soruşdu. Biz nə etməliyik? Heydər Əliyev dedi. Heç nə, sadəcə onları da izləyin. Və beləliklə, qəribə oyun başladı. Moskva Heydər Əliyevi izləyirdi. Heydər Əliyev isə Moskvanı izləyirdi. Bu oyun aylarla davam etdi. Hər gün o maşın gəlirdi. Hər gün mühafizə komandiri hesabat yazırdı. Hər gün Heydər Əliyev sakitcə gözləyirdi. O bilirdi ki, Moskva yeni plan hazırlayır. O bilirdi ki, onlar hücum edəcəklər. Lakin o bilmirdi ki, bu hücum harda və nə zaman olacaq. Və bu gözləmə onu yorurdu. Çünki ən ağır şey hücumun özü deyil, hücumu gözləməkdir. Və Heydər Əliyev bu gözləməni hər gün yaşayırdı. İndi düşünün, əgər siz hər gün oyandığınızda bilsəniz ki, kimsə sizin evinizin qarşısında oturub sizi izləyir, siz necə hiss edərdiniz? Heydər Əliyev və Zərifə xanım bu hissi hər gün yaşayırdılar və onlar heç kimə şikayət edə bilmirdilər. Çünki rəsmi olaraq heç nə baş vermirdi. Sadəcə bir maşın küçədə dayanmışdı. Sadəcə 2 nəfər oturmuşdu. Heç bir qanun pozulmamışdı. Lakin hər kəs bilirdi ki, bu təhlükənin başlanğıcıdır. Mühafizə komandirinin oğlu bizə danışdı ki, atası hər axşam evə gələndə çox gərgin olurdu. O deyirdi,
Mən bilirəm ki, nəsə baş verəcək, lakin bilmirəm ki, nə vaxt. Bir gecə o oğluna dedi, əgər mənə nəsə olarsa, sən Heydər müəllimə de ki, qara qovluq mənim masanın gizli siyirtməsindədir. O qovluqda hər şey var. Kim məni izləyir, kim Moskvaya hesabat verir, hansı maşınlar gəlir, hansı adamlar ətrafda gəzirlər. Hər şey orada yazılıb. Oğlan soruşdu. Ata, nə üçün sən bunu indi Heydər müəllimə vermirsən? Atası cavab verdi. Çünki hələ vaxt çatmayıb. Lakin vaxt çatanda o qovluq çox vacib olacaq. Və həqiqətən də o qovluq çox vacib oldu. Çünki 1984-cü ilin avqust ayında mühafizə komandiri qəfil öldü. Rəsmi versiyaya görə ürək tutması. Lakin heç kim buna inanmadı. Çünki o sağlam adam idi. Heç vaxt ürək problemi olmamışdı. Çünki o, ölməzdən bir gün əvvəl oğluna demişdi. Onlar mənə yaxınlaşırlar. Çünki o çox şey bilirdi. Və bu biliklər ona həyatına başa gəldi. Oğlan qara qovluğu tapdı və Heydər Əliyevə verdi. Heydər Əliyev qovluğu açanda üzü soldu. Orada hər şey var idi. Fotoşəkillər, tarixlər, adlar, maşın nömrələri, görüş yerləri. Mühafizə komandiri hər şeyi qeyd etmişdi. O, Moskvanın bütün şəbəkəsini üzə çıxarmışdı. O, hər bir agentin kim olduğunu, harda yaşadığını, nə iş gördüyünü yazmışdı. Bu qovluq bomba idi. Bu qovluq Moskvanın bütün planını ifşa edirdi və məhz ona görə mühafizə komandiri öldürülmüşdü. Çünki Moskva bilirdi ki, o çox şey bilir. Çünki Moskva qorxurdu ki, o danışacaq. Ona görə də onlar onu susturmağa qərar verdilər və onlar bunu etdilər. Lakin onlar bir şey nəzərə almadılar. Mühafizə komandiri ağıllı adam idi. O bilirdi ki, ona nəsə ola bilər. Ona görə də o hər şeyi yazmışdı. Ona görə də o qovluğu gizli yerdə saxlamışdı. Ona görə də o, oğluna tapşırmışdı. Və bu onun son xidməti idi. O ölsə də həqiqət yaşadı. Heydər Əliyev qara qovluğu oxuyanda başa düşdü ki, Moskvanın planı nə qədər dərin idi. Onlar sadəcə onu izləmirdilər. Onlar bütün ailəsini, bütün dostlarını, bütün əməkdaşlarını izləyirdilər. Onlar hər addımı qeyd edirdilər, hər söhbəti dinləyirdilər, hər qərarı təhlil edirdilər. Məqsəd sadə idi. Heydər Əliyevi tam təcrid etmək. Onu elə vəziyyətə salmaq ki, o heç kimə etibar edə bilməsin. Onu elə şəraitə qoymaq ki, o hər kəsdən şübhələnsin. Və bu strategiya işləyirdi. Heydər Əliyev artıq heç kimə tam etibar etmirdi. O hər kəsi şübhə ilə qarşılayırdı. O hər sözü diqqətlə dinləyirdi. Çünki o bilirdi ki, onun ətrafında xainlər var. Çünki o bilirdi ki, Moskva hər yerdədir. Və bu bilgi onu daha ehtiyatlı, daha qapalı, daha tənha edirdi. Zərifə xanım mühafizə komandirinin ölümündən sonra çox kədərləndi. O, onu yaxşı tanıyırdı. Ona etibar edirdi. Onu hörmət edirdi. Və indi o getmişdi. Daha bir sadiq insan, daha bir dost, daha bir müdafiəçi. Zərifə xanım Heydər Əliyevə dedi. Neçə nəfər daha ölməlidir? Neçə ailə daha əziyyət çəkməlidir? Nə vaxt bu bitəcək? Heydər Əliyev ona baxdı və sakitcə cavab verdi. Mən bilmirəm. Lakin mən bilirəm ki, biz dözməliyik. Çünki əgər biz təslim olsaq, onlar qalib gələcəklər. Və biz buna icazə verə bilmərik. Zərifə xanım başını Heydər Əliyevin çiyninə qoydu və dedi, mən yoruldum. Mən bu müharibədən yoruldum. Heydər Əliyev onun saçlarını sığalladı və dedi, mən də yoruldum. Lakin biz davam etməliyik. Çünki bizim uşaqlarımız var. Çünki bizim xalqımız var. Çünki bizim gələcəyimiz var. Və o anda Zərifə xanım başa düşdü ki, Heydər Əliyev heç vaxt təslim olmayacaq. O mübarizəyə davam edəcək. O sonuna qədər gedəcək və o onunla birlikdə olacaq. İndi düşünün, neçə ailə bu sistemin qurbanı oldu? Neçə sadiq insan öz həyatı ilə ödədi? Neçə həqiqət gizli qaldı? Biz tam rəqəmləri bilmirik. Çünki Moskva heç vaxt rəsmi statistika vermədi. Çünki sistem öz cinayətlərini gizlətdi. Lakin biz bilirik ki, mühafizə komandiri tək deyildi. Başqa insanlar da öldürüldü. Başqa ailələr də dağıdıldı. Başqa həyatlar da məhv edildi. Və bütün bunlar bir məqsəd üçün idi. Heydər Əliyevi sındırmaq, onu zəiflətmək, onu təcrid etmək, onu məhv etmək. Lakin Moskva uğursuz oldu. Çünki Heydər Əliyev sınmadı. O zəiflədi, lakin dözürdü.
O təcrid olundu, lakin mübarizə aparırdı. O hədəf idi, lakin yaşayırdı. Və bu onun ən böyük qələbəsi idi. 1985-ci ilin yanvar ayında Bakıda qəribə hadisə baş verdi. Heydər Əliyevin evinin yaxınlığında kiçik yanğın oldu. Heç kim xəsarət almadı, ziyan da böyük deyildi. Lakin bu hadisə Heydər Əliyevi çox narahat etdi. Çünki yanğın təsadüfi deyildi. Keçmiş yanğın söndürən, o gecə hadisə yerinə gələn bir kişi bizə danışdı ki, yanğın xüsusi maddə ilə başladılmışdı. O dedi ki, bu adi yanğın deyildi, bu qəsdən törədilmiş yanğın idi. O dedi ki, əgər onlar bir neçə dəqiqə gec gəlsəydilər, nəticələr daha ağır ola bilərdi. Lakin ən qəribəsi bu idi, yanğın başlayan yerdə kiçik qeyd tapıldı. Kağız parçası, əl ilə yazılmış, rusca, bu xəbərdarlıqdır. Növbəti dəfə daha ciddi olacaq. Yanğın söndürən bu qeydi Heydər Əliyevə verdi. Heydər Əliyev qeydi oxuyanda əlləri titrədi. O başa düşdü ki, Moskva yeni mərhələyə keçib. Onlar artıq gizli oyunlar oynamırdılar. Onlar açıq təhdid edirdilər. Onlar demək istəyirdilər, biz istədiyimiz yerdə, istədiyimiz vaxt səni vura bilərik. Və bu təhdid real idi. Heydər Əliyev dərhal ailə yığıncağı çağırdı. O, Zərifə xanıma, İlham Əliyevə və qızı Sevil xanıma dedi, vəziyyət çox ciddiləşib. Moskva artıq gizlənmir. Onlar açıq hücum edirlər. Və mən bilmirəm ki, növbəti hücum nə vaxt olacaq. Zərifə xanım soruşdu, biz nə etməliyik? Heydər Əliyev cavab verdi, biz daha ehtiyatlı olmalıyıq. Biz bir-birimizə daha yaxın olmalıyıq. Biz bir-birimizi qorumalıyıq. İlham Əliyev dedi, ata, bəlkə biz polisə müraciət edək? Heydər Əliyev başını buladı. Polis kömək edə bilməz. Çünki bu adi cinayət deyil. Bu dövlət terrorudur və dövlət terroruna qarşı polis acizdir. Sevil xanım soruşdu, onda biz nə edə bilərik? Heydər Əliyev sakitcə cavab verdi. Biz yaşaya bilərik. Biz dözə bilərik. Biz mübarizə apara bilərik. Və biz qalib gələ bilərik. Çünki biz haqlıyıq. Çünki həqiqət bizim tərəfimizdədir. Çünki xalq bizim tərəfimizdədir. O gecə Heydər Əliyev yuxu yatmadı. O pəncərənin yanında oturdu və küçəyə baxdı. O düşünürdü ki, Moskva nə üçün bu qədər inadkardır? Nə üçün onlar onu rahat buraxmırlar? Nə üçün onlar onun ailəsini təhlükə altına qoyurlar? Və o cavabı bilirdi. Çünki o, onlar üçün təhlükədir. Çünki o, güclü liderdir. Çünki o, xalqın sevimlidir. Çünki o, Moskvanın nəzarətindən çıxıb. Və Moskva bunu bağışlaya bilmir. Moskva heç vaxt bağışlamır. Moskva heç vaxt unutmur. Moskva yalnız məhv edir. Və Heydər Əliyev bunu çox yaxşı bilirdi. O bilirdi ki, bu müharibə uzun olacaq. O bilirdi ki, bu müharibə ağır olacaq. O bilirdi ki, bu müharibədə itkilər olacaq. Lakin o, həmçinin bilirdi ki, bu müharibə qaçılmazdı. Çünki əgər o, mübarizə aparmazsa, Moskva onu məhv edəcək. Əgər o dözməzsə, onun ailəsi təhlükədə qalacaq. Əgər o təslim olarsa, onun xalqı ümidsiz qalacaq. Ona görə də o, mübarizəyə davam etməli idi. Zərifə xanım gecə yarısı oyandı və gördü ki, Heydər Əliyev hələ də pəncərənin yanında oturub. O ona yaxınlaşdı və əlini onun çiyninə qoydu. Heydər Əliyev ona baxdı və gördü ki, Zərifə xanımın gözlərində göz yaşları var. O soruşdu, nə olub? Zərifə xanım cavab verdi, mən qorxuram. Mən səni itirməkdən qorxuram. Mən uşaqlarımızı itirməkdən qorxuram. Mən hər şeyi itirməkdən qorxuram. Heydər Əliyev onu qucaqladı və dedi, qorxma, mən buradayam. Mən səni qoruyacağam. Mən uşaqları qoruyacağam. Mən hər şey edəcəyəm ki, biz təhlükəsiz olaq. Zərifə xanım onun sinəsinə söykəndi və dedi, mən bilirəm ki, sən güclüsən, lakin mən həmçinin bilirəm ki, sən yorğunsan. Mən görürəm ki, bu müharibə səni tükədir və mən narahatam. Heydər Əliyev onun saçlarını öpdü və dedi, bəli, mən yorğunam, lakin mən dayanmayacağam. Çünki mən səni sevirəm. Çünki mən uşaqları sevirəm. Çünki mən bu xalqı sevirəm. Və bu sevgi mənə güc verir. O anda Zərifə xanım başa düşdü ki, Heydər Əliyev heç vaxt təslim olmayacaq. O sonuna qədər mübarizə aparacaq. O son nəfəsinə qədər döyüşəcək və o, onunla birlikdə olacaq.
Çünki onlar bir ailə idilər. Çünki onlar bir-birlərini sevirdilər. Çünki onlar bir-birlərini qoruyurdular. Və bu, hər şeydən güclü idi. Bu, Moskvanın planlarından güclü idi. Bu, sistemin təzyiqindən güclü idi. Bu, hətta ölüm təhlükəsindən də güclü idi. Çünki sevgi heç vaxt ölmür. Sevgi həmişə yaşayır. Sevgi həmişə qalib gəlir. İndi düşünün, əgər siz Heydər Əliyevin yerində olsaydınız, siz nə edərdiniz? Siz mübarizəyə davam edərdinizmi? Yoxsa siz təslim olardınızmı? Yoxsa siz qaçardınızmı? Bu asan sual deyil. Çünki hər seçimin öz qiyməti var. Mübarizə aparmaq yorucu və təhlükəlidir. Təslim olmaq utanc verici və ağrılıdır. Qaçmaq qorxaqlıq və xəyanətdir. Heydər Əliyev mübarizəni seçdi. O, yorğunluğa, təhlükəyə, ağrıya baxmayaraq mübarizə aparmağı seçdi. Çünki o bilirdi ki, bu yeganə düzgün yoldur. Çünki o bilirdi ki, təslim olmaq daha böyük fəlakətdir. Çünki o bilirdi ki, qaçmaq xəyanətdir. Və o öz seçimini etdi. Və bu seçim ona həyatına başa gəldi. Lakin bu seçim ona həmçinin qələbə gətirdi. 1986-cı ilin mart ayında Sovet İttifaqında böyük dəyişikliklər başladı. Mikhail Gorbaçov hakimiyyətə gəldi və yeni siyasət elan etdi. Per və Glasnost. Bu yeni dövr idi, yeni ümidlər dövrü. Lakin Heydər Əliyev bu dəyişikliklərə şübhə ilə yanaşırdı. Çünki o bilirdi ki, sistem dəyişmir. Sistem yalnız maskasını dəyişir. Çünki o bilirdi ki, Moskva hələ də Moskvadır. Çünki o bilirdi ki, KQB hələ də KQB-dir. Və o haqlı idi. Çünki tezliklə məlum oldu ki, yeni siyasət yalnız yuxarıda dəyişiklik gətirir. Aşağıda isə hər şey köhnə qalır. Xainlər hələ də xaindir. Agentlər hələ də agentdir. Təzyiq hələ də təzyiqdir. Və Heydər Əliyev hələ də hədəfdir. Lakin bir şey dəyişdi. Xalq oyanmağa başladı. İnsanlar danışmağa başladılar. Onlar sual verməyə başladılar. Onlar həqiqəti öyrənmək istəyirdilər. Və Heydər Əliyev bu fürsətdən istifadə etdi. O, xalqla daha çox görüşməyə başladı. O, onlara həqiqəti danışmağa başladı. O, onlara göstərməyə başladı ki, Moskva necə oyunlar oynayır. Və xalq onu dinləyirdi. Çünki xalq bilirdi ki, Heydər Əliyev həqiqəti deyir. Çünki xalq bilirdi ki, o onlar üçün mübarizə aparır. Çünki xalq bilirdi ki, o onların lideridir. Və bu dəstək Heydər Əliyevə güc verirdi. O artıq tək deyildi. O artıq xalqın dəstəyinə malik idi. Və bu dəstək hər şeydən güclü idi. Zərifə xanım Heydər Əliyevin xalqla görüşlərində həmişə onunla birlikdə olurdu. O, onun yanında dayanırdı. Ona dəstək olurdu. Ona güc verirdi. İnsanlar Zərifə xanımı görəndə ona hörmətlə yanaşırdılar. Çünki onlar bilirdilər ki, o Heydər Əliyevin dayağıdır. Çünki onlar bilirdilər ki, o çox şey keçirib. Çünki onlar bilirdilər ki, o güclü qadındır. Və bu hörmət Zərifə xanıma sakitlik verirdi. O başa düşürdü ki, onların mübarizəsi boşuna deyil. O başa düşürdü ki, onlar doğru yoldadılar. Və bu anlayış ona yeni güc verirdi. Keçmiş əməkdaşlar bizə danışdılar ki, o illərdə Heydər Əliyev və Zərifə xanım sanki yenidən gəncləşdilər. Onlar daha çox gülümsəyirdilər, daha çox danışırdılar, daha çox ümidli idilər. Çünki onlar görürdülər ki, dəyişikliklər gəlir. Çünki onlar hiss edirdilər ki, onların mübarizəsi nəticə verir. Çünki onlar bilirdilər ki, gələcək onlarındır. Və bu inam onları daha güclü edirdi. Onlar artıq Moskvanın təhdidlərindən qorxmurdular. Onlar artıq sistemin təzyiqindən çəkinmirdilər. Onlar artıq xainlərin oyunlarından narahat olmurdular. Çünki onlar bilirdilər ki, həqiqət qalib gələcək. Çünki onlar bilirdilər ki, xalq onlarla birlikdədir. Çünki onlar bilirdilər ki, sevgi və ədalət hər şeydən güclüdür. İndi düşünün, nə qədər uzun mübarizə oldu. Neçə il əzab çəkdilər. Neçə gecə yuxusuz qaldılar. Neçə dəfə ölüm təhlükəsi ilə üzləşdilər. Lakin onlar dözürdülər. Onlar mübarizə aparırdılar. Onlar yaşayırdılar. Və nəhayət, onlar qalib gəldilər. Çünki 1991-ci ildə Sovet İttifaqı dağıldı. Sistem çöktü. Moskvanın gücü sona çatdı və Azərbaycan müstəqillik əldə etdi. Bu böyük qələbə idi. Bu xalqın qələbəsi idi. Və bu Heydər Əliyevin qələbəsi idi.
Çünki o heç vaxt təslim olmadı. Çünki o sonuna qədər mübarizə apardı. Çünki o xalqına inanırdı və xalq ona inanırdı. 1993-cü ildə Heydər Əliyev yenidən Azərbaycanın prezidenti seçildi. O, ölkəni böhran vəziyyətində qəbul etdi müharibə, iqtisadi çətinliklər, siyasi qeyri-sabitlik. Lakin o, ölkəni xilas etdi. O, sülh bərqərar etdi, iqtisadiyyatı dirçətdi, sabitlik yaratdı. Və bütün bu müddətdə Zərifə xanım onun yanındaydı. O, ona dəstək olurdu, ona güc verirdi, ona inanırdı. Onlar birlikdə ölkəni qururdular. Onlar birlikdə gələcək yaradırdılar. Onlar birlikdə xalqa xidmət edirdilər. 2003-cü ildə Heydər Əliyevin səhhəti pisləşdi. O, uzun illər boyu apardığı mübarizə, keçirdiyi streslər, yaşadığı təzyiqlər öz təsirini göstərdi. O xəstələndi və 2003-cü ilin dekabr ayında onun yolu başa çatdı. Bütün Azərbaycan yas tutdu. Çünki xalq öz liderini itirdi. Çünki ölkə öz qəhrəmanını itirdi. Çünki tarix öz böyük şəxsiyyətini itirdi. Zərifə xanım Heydər Əliyevin getməsindən sonra çox kədərləndi. O, öz həyat yoldaşını, öz dostunu, öz dəstəyini itirdi. Lakin o güclü qaldı. O, uşaqlarına dəstək oldu. O, xalqa nümunə oldu. O, Heydər Əliyevin xatirəsini qorudu. Və 2007-ci ildə Zərifə xanımın da yolu başa çatdı. O, Heydər Əliyevin yanına getdi. Onlar yenidən birləşdilər. Onlar yenidən bir yerdə oldular. Lakin onların hekayəsi bitmədi. Çünki onların mübarizəsi xalqın yaddaşında qaldı. Çünki onların sevgisi nümunə oldu. Çünki onların qələbəsi ilham mənbəyi oldu. Bugün, onların getməsindən illər sonra biz hələ də onları xatırlayırıq. Biz hələ də onların hekayəsini danışırıq. Biz hələ də onların dərslərindən öyrənirik. Çünki onlar sadəcə siyasətçilər deyildilər. Onlar qəhrəmanlar idilər. Onlar sadəcə ər və arvad deyildilər. Onlar döyüşçülər idilər. Onlar sadəcə insanlar deyildilər. Onlar simvollar idilər. İndi açıq qalan suallar var, Viktor Petroviç. Həqiqətən kim idi? O hələ də yaşayırmı? Larisa İvanovna nə oldu? Rəşid öz günahını bağışlaya bildimi? O arxiv sənədləri həqiqətən məhv edildi, yoxsa onlar hələ də hardasa gizlədilir? Moskvanın neçə başqa qurbanı oldu? Neçə başqa ailə bu sistemin oyunlarına düşdü? Biz bütün cavabları bilmirik. Bəlkə də heç vaxt bilməyəcəyik. Çünki bəzi sirlər əbədi qalır. Bəzi həqiqətlər heç vaxt açılmır. Bəzi suallar cavabsız qalır. Lakin biz bilirik ki, Heydər Əliyev və Zərifə xanımın hekayəsi həqiqətdir. Biz bilirik ki, onlar çox şey keçirdilər. Biz bilirik ki, onlar mübarizə apardılar. Biz bilirik ki, onlar qalib gəldilər. Və bu bizə ümid verir. Bu bizə güc verir. Bu bizə öyrədir ki, sevgi və ədalət hər şeydən güclüdür. Bu bizə öyrədir ki, mübarizə heç vaxt boşuna deyil. Bu bizə öyrədir ki, həqiqət həmişə qalib gəlir. Hörmətli tamaşaçılar, əgər siz bu faciəvi hekayəni sona qədər izlədinizsə, şərhlərə hansı şəhərdən olduğunuzu yazın. Bizim üçün vacibdir ki, Zərifə xanım və Heydər Əliyev harda hələ də xatırlanır. Və kanalımıza abunə olun ki, tarixin böyük şəxsiyyətləri haqqında həqiqəti qaçırmayasınız.